Şəhid Sükutla ümummilli lideri Heydər Əliyev və cəmi şəhidlərimizin ruhunu yad Allah rəhmət eylesin. Çox hörmətli tədbir iştirakçıları, bugün yenə sizi salamlayıram. Görən 18 iyunda biz birinci tədbirimizi həyata keçirdik. Mən düşünürəm ki, maraqlı suallar oldu, maraqlı məlumatlar aldım. Mən də sizdən xeyli məlumatlandım. Bilirəm ki, elə bir məlumatlar da var ki, hələ verməyən məlumat da verilmişlər və bugün düşünürəm ki, bizim bu tədbirimizlə keçən tədbirimiz kimi daha maraqlı olacaq. Bizim məqsədimiz bugün tarixin, həyatın bizim üzərimizə qoyduğu missiyanı ləyaqətlə gələcək nəsillərə ötürməkdir. Burada çox gözəl ziyalılarımız var. Bilirəm ki, əksəriyyətiniz yeniyetmələrimizdən, gənclərimizdən işləyirsiniz. Siz bilgilərinizi gənclərimizə ötürməklə bərabər eyni zamanda Şəkinin tarixi abidələri ilə bağlı da heç şəkin yoxdur. Azərbaycan tarixi abidələri haqqında da məlumatlar verirsiniz. Yəni, burada siz təklif edəsəniz ki, hansısa bir böyük konferanslar keçirilsin, hansısa bu xaricdən gələn qonaqların, bəlkə çoxu demir, bəlkə elə burada gəlin. Təbii ki, mən bilirəm, özünü yaxşı aparmayanlarına var. Bilirsiniz ki, şəhidlər xiyanətlarımızda olan ərəb turistlər özləri yaxşı aparmamışdır. Onları dərhal bizim mühafizə orqanları onları həbs elədi. Yəni, biz turistlərin də çoxu heç bəzən çox qısal olur ki, çox maddi imkanı olan insanların bəzən çox intellekti o səviyyədə olur. Ona mən özüm də bir yazar kimi də reaksiyonu bildirdim, yazı ilə fikrimi bildirdim. Yəni, biz gələn turistlərin, bizim borcumuz olur ki, qonağını yaxşı qəbul. Qonaqdır. Əgər o səhvlər eləyirsə, təbii ki, o da öz millətindir. Öz xalqını aşağılayır. Biz biləcəyik ki, hansı ölkədən gəlir, hansı ölkədən özü belə aparır, təbii ki, ölkələrdə biz turist kimi getməyəcək. Biz onların bizə təbii ki, münasibət qarşılıqdır. Kim bizə nə cür münasibət göstərirsə, biz də onlara o cür qarşılıqlı münasibət göstərəcəyik. Biz düşünürəm ki, Şəkinin getdikcə dünyada ölkəyi güclənir və mənim qeyd elədik ki, təkcə Şəkixan Sarayın elə təqdim eləmək bəs eləyərdi ki, Azərbaycan Nazım Hikmətin, böyük Nazım Hikmətin fikridir ki, Azərbaycanın başqa abidəsi olmasa təkcə Şəkixan Sarayı bəs eləyir ki, onu təqdim eləsin. Şəki tarixi ilə bağlı biz tarixi kitablarda da çox olmuşdur. Şəki cəmaatı çox cəsur cəmaatdır, ağıllı cəmaatdır, qorxmaz cəmaatdır və çox gəlmiş. Yəni, siz hamınız onları tanıya bilərsiniz və həmişə onlara etiraf edir ki, Şəki cəmaatı qədər bilikli, hazır cavab. Yəni, ən böyük diplomatiya ilə hazır cavabdır. Bu, bir lətifənin yaranmaq üçün insanın o qədər böyük təfəkkür olmalıdır ki, lətifə yaradırız. Şəkinin bu qədər lətifələri. Elə şəkil əsasını eşidənlər insanın depressiyadan çıxır. Bilmirəm, siz özünüz necədir? Bizdə ki, mən özümü elə istəyirəm şəkil. Biraz özümdə də dəyişiklik baş verir. Yəni, mən özümlə danışanda Qeyristanlıqdır, havasından, suyundan, şəkil çox fərqli bir yerdir. Şəkil açıq səma altında bir muzeydir. Gələndə yollarla da baxdım ki, yollarımız da çox gözəldir, çox. Əvvəlki dəfə gələndə yollarımız yaxşı deyil. Yollar da çox gözəldir, bağlara baxardım, ağaçlara, təbiətlə gəlirsən, nə bir də sonunda bir tarixi bir yerə çıxırsan, insanın doğrudan da daxilən ruhu təzələnir, nələrsə təbii ki,
yaradıcılıqla məşğul olmaq istəyir. Bilmirəm, burada dərnəklər varmı şəkildə? Tutaq ki, poeziya dərnəkləri, rəssamlıq dərnəkləri var mı? Digər başqa texnologiya ilə bağlı. Çünki artıq Çində məsələn təzə elan elədilər ki, hüquq dərsi, hüquq sistemi bir neçə sahə artıq elm kimi öyrənməyəcək. Yəni, universitetlər artıq hüquqşünas hazırlamayacaq. Ona bənzər bir neçə sahələri Çin dövləti öz yeniyetmələrini hazırlamaqdan uzaqlaşdırır. Hatta bu dərsi verməyəcəklər. İndi bizdə də yəqin ki, bu sürətlə gedirik. Tezliklə məşğul tərəfi açılacaq. Bizim insanlarımız da çox yetişməlidir, çox formalaşmalıdır. Mən böyük tədbirlər olur, xarici ölkələrdən çox gələnlər olur. Hiss edirəm ki, insanlarımız biraz, biz çox bilsək də, elmimiz azdır. Diplomatik, elmi elmimiz azdır. Baxırsan ki, bəzən bir dəfə Şotlandiyadan 2 nəfər gəlmişdi. Biraz da bizim gənc vaxtlarımız idi. Biz hamısı deyir ki, bizə də tapşırdılar ki, demokratiya belə yaxşıdır. Demokratiya danışın, müharibədən danışmayın, xoşlar gəlməyəcək, Avropada gəldilər. Biz də özümüzü elə aparırıq. Mən də müharibədən təzə qayıtıb gəlmişəm. Mən də danışdım ki, biz belədir. Vətənimizə hücum edilər, müharibə eləməliyik. O Şotlandiyalı dedi ki, siz elə demokratiya deyib dursanız, demokratiya, mədəni bəzi məsələlər, siz o toplumlar ala bilməyəcəksiniz. Biz məhdəl qaldıq ki, biz coşdurdu bizi. Bir oradan dedim, mən belə böyüşmüşəm, biri buradan dedi. Elə bir ki, biz artıq özümüzü çizlətdiyimizdən həqiqət olduq. Amma onların da xoşu gəldi. Onlar neçə dənə durdu, çıxış elədi. Orada müəllim ziyalı vardı, durdu, dedi ki, yox, bizim belə məsələ belə dedi, yox, biz bunu hilə ilə demirik, gerçəkdən deyil. Əgər siz müharibəyə hazırlaşmasanız, Qarabağ ala bilməyəcəksiniz. Ona görə də biz indən belə biz quruculuğa, vətənimizi inkişaf eləməyə, ordumuzla yenə inkişaf etməyə, bizim ordumuz güclü olmasa bizim tarix abidələri çoxdan dağıdırlar. Necə ki, dağıtdılar. Həqiqətən bugün mən düşünürəm ki, İlham Əliyev ancaq bu vəziyyəti idarə edə bilər. Çünki uzun müddətdir təcrübə yığılıb. Hər tərəfdən biz təsəvvür edirik, Ukrayna bizə müharibə edir. Necə müharibələrdən biz yayına bilmişik və torpaqlarımızı almış. Rusiya təsəvvür edirik ki, Ukraynaya yox, bizə addım atayım. Atmaq da istəmişdir. Elə İranın özü də bugün düzdür. Amerika Rusiya da İranla uzun illər bizə çox mana almışdır. Orada bizim qardaşlarımız yaşayır. Bizim öz milli mədəniyyətimizi, tariximizi, biz şəhri-yarı edilməyəndə kövrəlidir. Amma bu həqiqətləri də biz bilməliyik ki, hər bir şey hazırlıqlı olaq. Həmişə çətinliyə hazır olan insan özünü itirmir. İndi tədbirimiz belə davam edir. İstəyərəm ki, sizlərdən də fikir söyləyənlər olsun. Bayaq bir nəzər xanım mənə bir neçə məlumat verdi. Burada dedi ki, bizim çox istedadlı müəllimələrimiz var, mədəniyyət işçilərimiz var. Deyir ki, çox istedadlı mədəniyyət, amma baxıram, özünün təqdimat çox zəif. Az yaşlı uşaqlar özgüvən olmur. Əgər biz valideynlər özgüvənsiz olsa, qorxsaq ki, bu fikri söyləyənlər, qarşıdan baxan, mənim işləmə nə deyə, bizim uşaqlarımız da bizə oxşayacaq. İnanın ki, elə biz də ev olmuşuq. Uzun ildə mən düşünürəm ki, mənim indiki 2000 olmalıydım 25 yaşım. Həyatda çox şanslar vermişim. Çünki böyüklərimiz, mənim oğlum çox hazır oğlandı, mənim oğlum böyükçisi yanmadı. Düzdür, böyük hörmət elə, amma haqqını da tələb edəməz. Haqlı olduğunu deməlisən, özünü təqdim edəməyə bacarmalısın. Şəkini Bəyə xanım, siz danışdı. Hansı danışmalısın? Ben öyle Birinci şəhidlərimizlə tanılıqdır bizim şəkimiz, qəhrəman oğullarımızla.
canla bizim torpaqlarımıza almaq yolunda, can babasına alıblar. Sonra gözəl yeməklərimizlə, hara gəlsən Şəkinin dadlı yeməkləri, səmimiyyətimiz, səliqəmiz, turistlərdən danışırıq. Düzdür, turistləri çox sevirik, gəlirlər, hörmətlər eləyirik, yolda göstəririk, getdikləri məkana, çatana kimi. Amma biz özümüz də turist kimi harasa gedəndə baxırıq ki, Şəki milləti, Şəki cəmaatı səliqəli, özünə aparmağı, insaniyyəti hamısından üstündür. Bizdə özəl çox böyük sənətkarlarımız var, duluzçuluğumuz var, rəssamlığımız var, əl işləri gedir, çərəyağıdır, saxsı qallardır, uşaqlar üçün kuklalar düzələrdir. Ən çox bu Xan Sarayın yanındakı əl işlərindən ötürü turistlər oraları çox sevir, muzeyləri sevirlər, sənətkarlar, papaqçılarımız. Onlara turistlərə onlardan verirsiniz, yəni? Bəli, gəlirlər, götürürlər, hədiyyə də verilir, ən çox çərəyağı, əl işlərini sevirlər, duluz qablarını sevirlər. Orada bizim abidələrin şəkli olsun qabları. Özdə Bakı yazsa, Şəki yazsa... Yalnız Şəki var. Bəli, xırda, əl işləri var, toxunmalar var, sapla, iğni ilə əl işləri işlənir. Bakıda böyük sərgisini keçirik bunu. Siz gəlməmişsiniz, Şəki gəlməmişsiniz. Ola bilsin ki, gəlib bizim xəbərimiz olur. Şəkinin də əl işləri Yəni Şəki olmamış, olmaq üçün ki, həqiqətən gəlib də sənətkarlıqla məşğul olur. Papaqçılıq olur ən çox, ən böyük bizim bayramımız ilaxırdır, Çərşənbə bayramıdır. Həmişə şəhərdə, mən 25 il Bakıda yaşamışam. Ən çox papaqçılıq orada, ən çox duluzçuluq, əl işləri, şirniyyat, ən çox orada onlar sərgiləridir, ən çox da. Siz də danışın. Gələn uzaqdan yazsın, salamlayıram. Mən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni İnsanlarımızın İçişləri və Dövlət Millətin Qəbul Edilmiş Müstəmələsinin Baş Mütəxəssisi Abdülməhəmməd Arzu Mustafa. Ulu Önlər 1998-ci ildə Şəkidə sözlənmişdi ki, Şəkinin çox gözəl təbiəti var. Yəni, burada insanlar bir tarix boyu yaşadığı dövrlərdə bulanı qurublar, yaradıqlar və onların yaratdığı ənənələrdən bizim milli mənəvi iş nümunələrimiz, tarix abidələrimiz yaranıb, yaşanıb və bu günə qədər də gəlib çatmışdır ki, o da bizim Şəkili bir muzeyə çevirmişdir. 2014-cü, 2017-ci illərdə Prezidentimiz Sərəncam Dövlət Qüvvəsinin yaranmasına əlaqədar əvvəlcə biz Xan Sarayı Milli Dövlət Qüvvəsindən aid göstərdik. Bu da ondan irəli gəldi ki, yəni bizim abidələri, icra hakimləri, bələdiyyələr satırlar, dağıdıcılar, köklər, yəni ondan irəli gəldi ki, yəni bu dövlət qüvvəsi yaradılsın və bunların qarşısı alınsın. Məlum məsələdir ki, Şəkidə iki olsa, dünya əhəmiyyətli abidəmiz Şiş məbədi, yəni Bolu Xezarı ölümür, bir də Xan Sarayı, yəni Xan Sarayı bizim dövlət əhəmiyyətli abidəmizdir. Amma bizim dövlət xidmətimizin nəzdində 45 inventar kanunu, yəni Nazirlər Kabinetinin sözünə qararlar 45 abidəmiz və 27 yaşanmış abidəmiz var. Yəni şəhərimizdə məscidlərimiz var, minarələrimiz var, kəndlərimizdə də həmçinin, yəni kəndlərimizin çoxluğunda bizim qalalarımız, Şinaz qala, Cavud qalası, məscidlərimiz, arxeoloji abidələrimiz, nekropollarımız, burada bu Yel Baba ziyarəti deyilən bir abidəmiz var ki, yəni o bizim inventar nömrəsindən 17-25-dən qəbirstanlıq kimi adlanır, amma yəni bu ziyarət kimi istismar olunur. Meymanxanalarımız, hamamlarımız, bəli. Biz də mütəmadi sürətlərə nəzarət edirik, baxdırılığın kənarına, ətrafına, zibilləməməyə qarşı. Yəni, məlum məsələdir ki, Şəki turizm mərkəzidir. Biz də öz növbəmizdə o abidələrin ətrafını nəzarət eləməli yox, baxmalı yox.
Bundan əlavə biz məktəblərdə, müəssisələrdə tədbirlər keçiririk. Yəni biz bu məktəbin önündə 2 il bundan sonra biz tələb keçiririk. Tarixi abidələrin, yəni maarifləşdirməsi ilə əlaqədar ufaqları, yəni biz yeniyetməliklərimizi maarifləşdirmək üçün, yəni tədbirləri təşkil eləmişik və yenə də davam edirik. Amma sözümün mətləbi odur ki, ekskursiyalarda təşkil edirik, yəni tədbirlərdə təşkil edirik. Amma bizim, yəni nazirlər məktəblərlə biz əlaqəli işləmək üçün hələ bizə əmirlər verilməyib ki, biz məktəbə məsələn gəlirik, məktəbin müdiriyyəti bizi tanıyır, məsələn bizə bir gün icazə verir ki, bunu keçirə bilərsən, amma ikinci dəfə biz o maarifləşmə işini bilmirik. Yəni, o da nəzərdədir, istəyirəm ki, mən məktəbim budur ki, sözümün mətləbi budur ki, yəni nazirlik siz də bu əlaqədə müraciət edilərsiniz, yəni ona imza atsınlar ki, biz o hər şeyi eləyə bilək. Çox gözəl təşkildir. Sizin bu çıxışda həm nazirliklərə, həm aparatda hamısını çatdırmaq gedir. Siz burada nə deyirsə, mən bu işə baxmadan bunu baxacaq. Yaxşı səviyyədə də bilirlər ki, biz bu məsələni qoymuşuq, onlar da görəcək ki, biz də məlumat verir bu sahədə. Qarşılıqlı görüşürük, məsələlər, bax, nə məsələlərimiz varsa, qalsın. Xanımla çox yaxşı, doğru məsələlər qoyduq. Nədənsə bütün vaxtlar orta məktəblərə girişi bir qadağaya çekilir. Orta məktəblərdə axı mədəniyyət sahəsinin belə intellektual, ziyalı xanımı gəlib uşaqlarla iş yaparsa, o nəyə pis? Bana müşahidə edir. Deməli, o elmi cəhətdən o biraz romantikdir, biraz həlimdir, biraz elə bir ki, diplomatik danışığı, yəqin ki, qonaqlarla çox insanlarla ünsiyyətli olursunuz deyə, belə sizin bu sərbəstliyini, özünü ifadə eləməyiniz çox yüksək. Bunu gənclərimiz də görsün. Bir tərəfi yetişməsin. Bu çox vacibdir. Mən bu məsələni qaldıracaq. Təhsil Nazirliyi ilə Mədəni Nazirliyinin bizdən görüşləri də olur. Orada da qaldıracaq məsələ. Təbii ki, bunu biz veririk, bizdən də tələb edirlər. Mən bunu YouTube-a da yerləşdirəcəm. Təbii ki, təmizləyəcəm, orada bəzi işləri hərəkət salacaq. Təmizləmək deyəndə bəzi səsli, bəzi lazımsız ola bilər ki, orada bir söz olursa, onu əsasən bütün bizim bu tədbirləri biz YouTube-da digər yerlərdə biz yayınını təşkil edirik. Eyni zamanda mətbuata verəcək, bütün mətbuata. Şəkillərinizlə, sizin çıxışlarınızla mətbuatın çoxunu yayınlanacaq. Müəllimlər də var, məsələn də bir məsələn gəlirəm ki, ekskursiya Maddi cəhətdən də var, biraz da ona maddi görə. cəhətdən bizdən kömək edirik, Çox valideyn ona görə güzəştəcəlik o. Amma bizim səlahiyyətlərimizdə o bizim ixtiyarımız çatmır. Müəllim də icazə verə bilmir. Niyə? Çünki Mədəniyyət Nazirliyinin icazəsi olmadan icazə verə bilmir. Mədəniyyət Nazirliyi nəsə icazə vermiş. Bu vaxtlar Mədəniyyət Nazirliyinin idarələrində biz zala nəzərdə tutulmayanda tutmamışıqsa Mədəniyyət Nazirliyi maliyyə tələb edir ki, bunu ödüyor. Halbuki əvvəldə rahat biz o işləri görürük. Nə qədər mədəni sahədə istedadlı uşaqlar var, onların çoxunun maddi imkanı yoxdur. Onlar gəlib mədəniyyətdə öz qabiliyyətlərini göstərməsin. Çox yaxşı xüsusiyyətləri də var ki, hər bir mədəniyyət ocaqlarında teatrlar təşkil olunur. Prokuror bir film vardı, o vaxt prokurorla o günahkar qılınc eldir, o başını aparır, amma sən demə pulu aparıb ödəyirmiş uşaq elinə. O vaxt elə bir film var idi. Yəni, o insanlar özləri teatr təşkil edirsələr, amma öz fəaliyyət deməli artıq çətinləşir. Siz yığışıb hansısa mədəniyyət elinə müraciət eləsəz ki, belə bir səhnə yaratmışıq. Mədəniyyət Nazirliyi icazə verməz ki, siz o teatrı təqdim edəsiniz. Sizin o mədəniyyət bölümünə ya məktəb nazirliyi olmaz. Biz o vaxt orta məktəblər qacarı hazırlayırdı. Bizə verirlər mədəniyyət ocaqları, biz orada gelib onu göstərirdik. Bizi müəllimlərimiz hər yerə aparırdı. Görünür, biraz dəyişdir. İndi atanmayı qoymurlarsa, mən onu deyirdim, icazə vermir. Təhlükəsizlik baxımından yoxsa nəsə, məsələn, uşaqları bir qismi özünə apara bilərdi, həvəsi olan uşaqları aparır. Amma icazə yoxdur, yəni uşaqları... O vaxt uşaqlara birinci tərbiyə öyrədir.
sonra elm. İndi belə çıxır ki, təlim tərbiyəsi olmayan akademik sənətçilik, çox hiləgər, çox bilikli, mən ona bir gücünü almağa düşür, onun beynini çıxardıb qoyurlar alimin beynindən. Bunun yoldaşları yığır, kriminal işə hazırlaşırlar, deyirlər gecə gedəcəyik bu cinayət eləməyə. O deyir ki, yox, məhvəd o, deyir yox, cinayət günüz eləyəcəyik cinayət. Hamısı paltar geyinir, fəhlə paltar geyinir, gedir, alimin başıdır bunu qoyur, beynim alim beyində məcazi düzəldiklər ki, yəni bugün biz uşaqlarımıza təkcə elmi versək, sabah o çox ağıllı cinayətkar olar. Onu tutmaq da, onu zərərsizləşdirmək də heç mümkün olmaya bilər. Mən çox bu sahədə, mən əvvəl kriminalistika universitetində müdafiə edirəm, çox məşğul oldum və bir kriminalisti işdən çıxardıblar, o qədər prinsip eləyib dövlətə qarşı Sovet var. 89 qadın öldürmüşdür. Ki, dövlət məni tutsun, əgər mən pis müstəndir, kriminalistəmsə, məni tutun. 60 neçə il sonra özü boynuna almışdı ki, bu qədər cinayəti o eləyibdi. Bax, mən kimi bir ağıllı adamı deyil, işdən çıxarıb qoymadınız ki, səhv salatsınız. Onun otaqlarından elə kitablar tapırlar ki, heç bir alimdən o cür kitablar olmayan kitablar çıxır. Yəni biz uşaqlarımıza hər dəfə bizə müəllimlər bir 10 dəqiqə, 25 dəqiqə tərbiyyə çıxır. Bir müəllimlər siz görürsünüz. Hangi məsələydi, bu tarix abidələri görürsən ki, bu da çox olmaq, qətiyyən olmaq. Biz tariximizə çox hörmət edirik və onun qiyməti yoxdur. O, maddiyyatla ölçüləsi bir məsələ deyil. Bunu bizim insanlarımız çox hesablanmadır. Son illər özü də görürsünüz ki, çox maddi, tək maddiyyətə sığınan insanlar həyatda görürsünüz. Yunus Əmrə deyir ki, ana bunun sahibi, bu mal mülkün sahibi, ana. Amma bu gün bu tarix abidələrin sahibi bizim xalqımızdır. Elə bu Şəki Azərbaycan xalqına Bəxtiyar Vahabzadə kimi böyük bir ilhamı verir. Bizə Fətəli Axundoğlu verir. Azərbaycan tarixində Bizə Fətəli Axundoğlu həqiqlikdə mən maarifçi tərəfində çalışırmış ki, bir alfamızı yaratsın. Biz arzuyoruz ki, bu Şəkidə bu ənənə davam eləsin, mədəniyyətimizdə də, elmimizdə də, o gedib, Türkiyə gedib orada. Əlifbanı özü yaradıb istəyirmiş ki, Türk dünyasının özünün əlifbası olsun. Gördüm və boyda əsərləri qoyurdum, onun komediyalarına, mən uşaq az yaşında mən baxırdım cinayətdə, mən orada indi də xatır yerinə gidiyorum. Xırs quldur, basana baxmış, o yaxşı teatrlar çəkilirdi. İndi bilmirəm, indi bir o qədər Şəkidən yazanları elə o qədər tanımaq. Olmamış olmaq, yazılar, tarixi, yeni hansı mədəniyyət sahələri, məsələn, bura siyasət məlumatımız var mı? Məsələn, dünya inteqrasiyonu. Başqa ölkələrdən bizə hansı, nə gəlir? Biz onu başqa biz özümüzünküləşdirib başqa zikərdik. Bizim bu sosial şəbəkələrdə həm öz ədəbiyyatın, mədəniyyətin yarı. Biz oraya özümüzünkü qoymasaq, bizim gənclərimiz onların tərbiyəsində böyüyək. Niyə bu sözümüz var? Biz testlər apardıq. Orada, mən çox yerdə bunu ziyalı müəllimlərlə görüşəndə deyirəm, orada sual qoyurlar. Bax, bizim sual qoyur ki, sizin evinizə uşağa deyir ki, orta məktəb uşağı, bu asılır, maraqlı olacaq. Əvvəlcə beyinlə bağlı, evinlə bağlı test edir ki, bilir ki, orada nəfədə testlər görsün. Sonra bir dənə ayrıca sual qoyurlar. Siz necə yaşayırsınız? Uşaq yazır, əla, çox gözəl. Getmişəm Tovuzun tutaq ki, bir küçüklər kəndi. Tutaq ki, getmişəm Lənkərana, ya Suarın, ya haransa da, bir yerdirsə Asada. Deyir ki, uşaq deyir ki, biz çox əla yaşayırıq. Sırayla qoy, sizin evdə bunlardan hansı var? Radyodan başlayır. Radyo, televizyon, kompüterdə getdikcə o bahalı. Uşaq, eləsi heç radyoda yazır. Evlərdə radyo yox. Deməli, bu əla yaşam. Sonra
deyir ki, bunlar var. Bunlar təkcə bunu yaşamağa öyrənmir. Bizim ucqarlara, insanların beyninə təsir eləmək mexanizmini axtarır. Radioda aparsınlar bu tədqiqatları, kompüterdə aparsınlar, hamının əlində artıq telefon var. Bax, biz bu cəhətdən hər bir uşaqlarla çox istəməliyik. Bax, tarixi abidələri biz onlara verəcəyik ki, bax, onlara artıq beyinlər telefonlarla çox təsir edir. Telefonlara da fasilələr, biz böyüklər də çox vaxtımızı önümüzə alır, çox vacib işlər görə bilər. Əyləncə çoxdur oralar. Bax, onlar artıq bizim o testləri də hazırladıq, dünyanın 25 aparıcı ölkəsi hazırlamışlar testləri. Mən getdim, onlar Misir müəllimi təhsil. Orada mən dedim ki, bunlar bizim öyrənirlər, bizə təsir eləmək, ucqarlarımıza təsir eləmək mexanizmini öyrənir. Amma biz niyə öyrənməyək? Ucqarlarda ola-ola öz yeniyetmələrimizə, gənclərimizə, öz mədəniyyətimizi, tariximizi, Çələbi xanı, o gözəllikdə abidəni qoyan. Mən onun içində gedimdə bir nağıllar dünyasına düşünürsən. Son illər Türkiyədə gedən günlərə baxanlar hər dəfə işə çıxmaq yadıma düşür. Elə verin ki, həm də burada var. Görürsünüz, bir sərvət. İndi istəyər ki, yenə biz ikinci tədbirimiz olduğuna, ikinci gün baxıram, biraz pasirləşmişik. Ürəkçi mövzudan bir şey, sona yaxın idi bir şey. Biz olduğu için mən sizə ən çox belə deyək, məhdər qaldığım bir şey, evdə kişiyə, ataya hörmətdir. Yəni bizdə deyib belə şey mən görmədim ki, deyib siz gələn kimi kişinin qabağına çay qoy, yemək qoy. Atam deyir evdə yemək də bişirir, anam gəlincə evləri də təmizləyir. Yəni bizdə çox məhdər qalmışdır. Ən çox deyir sizdə gördüyüm, yəni o bizim əslində belə baxanda bizim milli adətimizdir, mentalitetimizdir, bizə ataya hörmət eləmək. Yəni o gələn turistlər belə şeylərə daha çox diqqət edirlər. Mən belə gördüm ki, onlar bizdə gördüklərindən öz üçün hal-hazırda yenə də biz onunla ünsiyyət qururuq, yəni belə danışırıq, Alman ilə olan. Yəni belə bizdə onların adətlərini xoşlayırıq ki, nə yaxşıdır, qadına güc düşmür, evdə kişi də iş görür. Hə, yox, həqiqətən onu ötürü yavaş-yavaş orada düşür o da Azərbaycan. Anam sekreterli deyir, katibə yəqin ki deyirdi, o aliləri, dırnaqları baxmasın deyə, o heç vaxt evimizdə qab yumaz idi, həmcə atım yox evdə. Bir də bir gün dedi ki, mən axı orada bizdə nə boyda olursan ol, yəni bizdə atalar, böyük kişilər olsa, evdə ata varsa, hara gedirsə deyir ki, filan başqa şəhərə gedirik. İcazə alırıq da, belə deyək də, o deyir ki, mən Azərbaycana gəlmişəm, heç atamın xəbəri yoxdur, mən hara gedirmişəm. Bu da bizim adətimiz aslında, adətlərimiz demək, bilmək, xəzətimizdir, böyüyə hörmət. Bu ailə məsələsində, bu ailələr niyə boşanır, mən ona bir psikolog bəzən deyən insanlar qəbul eləmir. Biz niyə tarixi abidələrimizi uşaq seçmir, onu yapacaq. Bizdə kriteriyalar dəyişir. Məsələn, bir gənc oğlanla bir gənc qız evlənir, inci olur. Oğlan onun səsi bəyənir, incəliyin bəyənir. Oğlan biraz çox zəhmətkeş olur, işgüzardır, hər yerdən səsi gəlir. Xanımlar xoşlayır ki, kişi biraz riskli olsun, bacarılı olsun. Elə ki, evlənir, izləyir, dostdan getmir. Bu artıq bacarılı, bunun qol-qanadını qırır, bacarıqsız edir. Artıq bunun xoşuna gəlir. Bu adi bir şeymiş. Özü onu adiləşdir. Onların da tutarsız saç yetdi, amma hörmətlə olmuyor da. O cür son vaxtların o yaşlı kişi var, yaxşı, o da yaxşı məsələlərdə alır. O ya əvvəl kimi qazancı olmur, ya görürsən sosial şəbəkədə elə özün mədəni aparan başqa bir xanımın ailəsini görür. Onlar da aktörlük bacarıqları yüksəkdir, güzəllik qoyurlar, etkinliklər. Mən bir müşahidə olur ki, bax, bütün mədəniyyətimizi qorunması məncə ailəmizin qorunmağından başlayır. Bizim mədəniyyətimizi xarici xalqlara göstərmək üçün biz yenə ailəmizi qorunmalıyıq. Tarix abidələrimizi də göstərmək üçün ailələrimizi qorunmalıyıq. Yaponiya özünüz bilirsiniz ki, nə boyda inkişaf edir. Onlar öz milli adətlərini qoruyurlar. Bütün o Yaponiyaya aid heç bir o cızığından çıxmır, Yaponiya'dan çıxmır. Çinin özü, Hindistanın özü,
o milli mədəniyyəti nə qədər müasirləşirsənsə, baxırsan, insanın ən bir milyarderindən veriliş gedir, baxırsan, ailədə onun xanımı qədim o nənə babası yeydiyi kimi yeyir, amma milyarder. Bax, niyə biz imkanlaşan kimi bizdə başqalaşır bəzi. Amma bir müşahidəm də var ki, indi sadə xanımların ailəsi çox dağılır, nəinki ziyalılar. Görürsən, internetdə şuuru zəifdir, şuur yox, məşhurlaşmaq istəyir, nəsə əldə eləmək istəyir. Mən düşünürəm ki, gənclər bir gənclər məndən soruşsa ki, ailə qurandan necə evlənir? Mən deyərəm, çox intellektual, başqasının təsir altına düşməyəni evlənməlisən. Çünki çox intellektual olmayanı bu zamanlarda tez. Gərək onu əlindən telefonunu alasan, hamının evin içindədir. Bax, bizim bu tarixi abidələrimizi yaymaq əvəzinə, o böyük gözəllikləri yaymaq əvəzinə mənasız bir məsələlər olur. Bax, sosial şəbəkələrdə biz şəkillə bağlı elə bizim bu gənc, gözəl xanımlarımız o xarici nəyisə reklam edincə. Özə gəncliyi sevir də dünya. Bir gözəl uzun saçlı xanım, bir gözəl idmançı bəy, Şəki Xan Sarayında olsun, çəkiliş eləsin, onu bir müasirliyə çevirsin. Qədimliyi müasirliklə təqdim edəndə o gənclərimizi cəlb edəcək. Bax, bu cür biz bu işin işinə başlayalım. Çox yaxşı, maraqlı. Bax, o işləri artırmalıyıq. Məncə, elə dövlət səviyyəsində də, dövlətimizdə də buna artıq narahatçılıq var ki, bu işlər bu aparılsın. Son günlər gənclərin, yeniyetmələrin telefona milli məclisdə məsələ qaldırıldı ki, düzdür, orada bəzi aktivite, bəzi aidiyyət olmayan məsələlərdə qaldırıldı. Düz elədir. Mən də çox məsələdən etiraz edeyim. Amma yeniyetmələrin bu telefonla, həddən artıq telefonla qalmaları zərərlidir. Bizim də uşaqlar. Mən uşaqdan nicaranam. Çox kənarda olurum, telefon əlində olur. Orada uşaqlarımıza elə bir hipnoz proqramlar var ki, uşağa deyir ki, çıx indi də gəl, o qədər maraqlı işlərlə aparıb çıxar, deyir, özünü atır oradan pəncərə. Uşaq elə bir oyun, özünü atır, işləyirsən ki, qızan qız özünü pəncərədən atır, xırdalandı olur. İnanın ki, onların çoxunu o psixoloji pozuntur məsələlər. Bir dəfə mənə müraciət elədi, valideyn gətirmişdi uşağı yanıma, əvvəl psixoloji kabinət apardı. Deyir ki, bu uşaq gedib məktəbdə durub, hələ tutub, ruh çağırır. Duz qoyublar, daş qoyublar, əl-ələ belə dairəli qorxublar. Bunlar qorxu keçir. O qorxu, onu gərək tərəfə qoyublarına salasan o vəziyyətdən çıxar. İnanır bir uşaqdır da. Onlar qətiyyən olmadı, o hamısını internetdə. Ona görə məncə o az yaşlı uşaqların ora girməyindən məhduddur, çox onu nə yaxşıdır. Xanım, siz də hər baxan çox məsələlərə yaxşı reaksiya edirsiniz. Siz laf spiçer ola bilərsiniz, bütün böyük dərsləri, amma elə ortalıq bir ümumi bir işinizi eşitsək yaxşı. Təsvir incəsənət müəllimiyəm və bizim dərslərimizdə tarixi abidələrlə bağlı, Azərbaycanda olan, dünyada olan abidələrlə bağlı çoxlu məlumatlar var. Yalnız əlim Şəkiyə çatır və uşaqları, dərs dediyim uşaqları, dərnəyin şagirdlərini hər ilin sonunda bizim Şəkidə yerləşən tarixi abidələrimizə aparıram. Və yuxarı sinif şagirdlərində deyirəm ki, sizin gəzmək təsəvvürünüz yalnız parkdır. Ki, əvvəllər uşaqlar çox deyirlər ki, müəllim parka gedək, yəni muzeyə, Şəki Xan Sarayına yox, parka gedək. Yalnız park və hər hansı bir istirahət yeridir, yəni bizim millətin şuurunda ən çox. Deyirəm, anazı alın, anazdan xahiş edin, bir günü, məsələn də, fələkdən bir gül çalın, gedin Xan Sarayını gəzin, bəlkə Xan Sarayında olmayan nə qədər şagirdlərimiz var, burada yaşaya-yaşaya, şəhərin özündə çoxlu görməli yerlər var. Mən özüm yuxarı başa gedəndə sanki özümü tamam başqa bir məkanda hiss edirəm, çox qürur hissi keçirirəm. Qonaqlarım gələndə aparıram, gəzirirəm, özdə maşınla yox, piyada gəzirik. Yəni, mənim həqiqətən də qürurla söylənəcək bir şəhərim var ki, qonaqlarıma qürurla da təqdim edə bilirəm. Uşaqlara da deyirəm ki, aparın valideynlərlə bərabər, valideynlərdən xahiş edin və yaxud yuxarı sinif şagirdləri 3-3-5-5 yığılın, özünüz üçün gedin, gəzin, yəni yemək üçün yox, əylənmək üçün yox.
intellekt səviyyəsini artırmaq üçün, oxuduqlarınızı əyanı görmək üçün gedin özümüzün şəhəri. Hələ ki buna əliniz çatır. Hardasa bir 5 manat büdcə ilə bir uşaq üçün bu mümkündür ki bunu eləyin. Yəni insan gəzdikcə dünya görüşü artır və başqaları çox baha gəlsə də özümüzün şəhərində əlimizin içində olan abidələr, belə qürur verici abidələrimiz var ki, gedin gəzin. Elə. Və kitabxanaçımızın dediyi fikirlə çox da razıyam. Həqiqətən də insan təhlükəsiz bir şəhər hesab olunmur, itlər olan şəhər ki, hər kəs qorxar. Turistlər bizim üçün də çox böyük belə mənfilikdir ki, şəhərin yiyəsi yoxdur ki, bu qədər it olur şəhərdə. Və bir də tez-tez təmir işlər olur, lükların ağzını açırlar, şəhərdə irəliləmək üçün maneə yaradır. Yəni, gələn turist üçün bu məncə yaxşı bir mənzərə olmur. Bir şeydən narazı idim ki, bu evlərin damını... Mən fikrinizə qüvvət, mən Bakıda artıq bir neçə məqsəd tanıyıram ki, uşaqları birinci filmlərdən başlayırlar. Seyrin Xalat filmi, hər dəfə həmli filmlərdən qaçı gücün göstərilərsə Seyrin Xalat biraz keçir, ona uyğun başqa. Bəli. Qarazan qız filmidir. Bax, bunları istəyənlər, ondan sonra deyirlər, uşaqlarda maraq yaranır, ondan sonra aparırlar, onu sadədən başlamaq lazım. O cür getsə olur, amma birdən belə deyək ki, belə xam sadədən baxın, o marağı aşağıdan öyrətmək. Bilirsiniz, dərslərində adətən uşaqlara, məsələn, biz Elmalıqda haqqında əlavə məlumatlar, bizim video qruplar, özümüzün WhatsApp qruplarımız olur, ora videolar göndərir. Və uşaqlar oradan-buradan o qədər gözəl videolar göndərirlər ki, mən özüm də o videolardan çox şey öyrənirəm ki, doğruda da bax, bu Bahadır muzey haqqında mən bunu bilmirdim, bu məlumatı mən bilmirdim. Bizim belə filmlərimiz var ki, o zərər verir. Bəli. Mən deyim, Məlik Məmməd nağılı, Məlik Məmməd nağılına baxan uşaq ehtiyat edir ki, onun qardaşı ipin kəsir. Bu düzgün uşaq arasında düzgün təbliğat deyil. İnanın ki, gələcəkdə o qardaş arasında konflikt yaranırsa, bəlkə də o filmdən yaranır. Böyük qardaşlar kiçik qardaşın ipin kəsir, qoyun içində ki, bu cür filmləri uşaqlarımıza göstərmək düz deyil. Bizim elə mədəniyyətimiz var ki, o zərər verəndir. Bax, o nağılı bizə elə nağıllar gətirib salıblar ki, bizim o oradan böyüyünü Ağqoz, Qaraqoz, bax, o dönüşü gəlir, o uşaqlara sizlərin çox dərslərimizə keçirir. Bax, o cür mən deyirəm, Amerikan hiləsi ilə başlayanda o da zərər verir. Uşaqlar bir-bir travmanı yaradır. Nə qazdır, nə işıqdır, damızı problem. Bir aydın olan bugünkü təbirlikdə mən düşünürəm ki, biraz hava isti olsa da yaxşı keçirdik. Sizə həyatınızda duran arzu edirəm. Çox xoş oldu. Biz bundan tədbiri yekunlaşdırdıqda biz davam edəcəyik ki, sizin telefon nömrələriniz bizdəki o iştirak siyahıda olacaq, əlaqə yaradacaq. Sizin çıxışlarınızdan ola bilsin ki, baxası kimlərsə bəyənəcək, sizin tədbirlər olanı qəbul edəcək. Yəni, düşünürəm ki, bizim əməkdaşlığımız davam edəcək. Sizin hər bir baxımlar arzu edirəm. Bir daha bu bizim bugünkü tədbirdə müəllimlərimiz çox oldu. Bunun yaxşı cəhəti ona görədir ki, əgər siz də bu qədər maarifləniriksə, siz də bizim yeniyetmələrimizə, gənclərimizə bu məlumatları ötürəcəksiniz. Bizim əsas bu layihəmizin məqsədi mədəniyyətimizin təşviqidir. Eyni zamanda bunu danışanızda digər məsələlərdə də məşğul mədəniyyətlə əlaqəli kənarlara çıxmalı oldu. Hər birinizə uğurlar, ailə həyatında, şəxsi həyatında müvəffəqiyyətlə. Sağ olun. Sağ olun. Bir kollektiv şəkildə Kim çəkdi? Həm çəkdi, aşağıda, biləkəndə. çəkdi.